Bismillahirrahmanirrahim. İnsan həyatı yalnız fiziki dünyadan ibarət deyil. Bədənimizin necə qidaya, suya və havaya ehtiyacı varsa, ruhumuzun da özünə məxsus bir qidaya, ən əsası isə işığa, nura ehtiyacı var. Biz gündəlik qayğıların, problemlərin və dünya qaçaqaçının içində boğularkən, fərqində olmadan ruhumuzun pəncərələrini bir-bir bağlayırıq. Vaxt keçdikcə içimizdə qəribə bir qaranlıq, mənəvi bir ağırlıq yaranır. Həyatımızda hər şey qaydasında görünsə də, özümüzü qaranlıq və havasız bir otaqda qalmış kimi hiss edirik. Heç bir səbəb olmadan içimiz sıxılır, yaşamaq eşqimiz azalır. Bu, sadəcə psixoloji bir yorğunluq deyil, bu işıqsız qalmış ruhun səssiz kömək çağırışıdır. Bəs o qaranlıq otağın qapısını yenidən necə açmaq olar? Həyatın bu bozluğuna o ilahi nuru necə dəvət edə bilərik? Bugün bu mənəvi səyahətimizdə çox sadə, amma bir o qədər də dərin bir mövzunu, Allahı anmağın, yəni zikrin ruhumuzda necə bir nur qapısı açdığını öyrənəcəyik. Birlikdə həm mənəviyyatımızın böyüklərinin hikmətlərinə, həm də müasir elmin insanın zehninə necə işıq saldığına baxacağıq. Əgər bugün daxilinizdə bir qaranlıq, bir yorğunluq hiss edirsinizsə, lütfən bütün narahatlıqları bir kənara qoyun. Çünki bugün ruhunuzun pəncərələrini yenidən o aydınlıq nura necə açacağınızı kəşf edəcəksiniz. Zikrin insanın daxili dünyasına necə həyat verdiyini ən gözəl və sadə şəkildə Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm izah etmişdir. O, ruhun işıqlanmasını sadəcə bir mənəvi təsəlli kimi təqdim etmirdi, həyatın ta özü kimi təqdim edirdi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, Rəbbini anan insanla onu anmayan insanın fərqi diri ilə ölünün fərqi kimidir. Bu gözəl nəsihətin dərinliyinə diqqət edək. Niyə diri ilə ölü? Çünki ölü bir bədən qaranlığın və soyuğun içindədir. O, ətrafındakı işığı, gözəlliyi və rəngləri görə bilmir. Zikirdən uzaq düşmüş bir qəlb də məhz belədir. Mənəvi olaraq qaranlıqda qaldığı üçün həyatın içindəki ilahi naxışları, ümidi və huzuru görə bilməz. Lakin insan Rəbbini xatırladığı, dilinə və qəlbinə onun adını gətirdiyi an, o qaranlıq qəbrin içində bir nur qapısı açılır. Zikir ölən ümidləri dirildir. Siz Sübhanallah və ya Əlhəmdülillah dediyiniz zaman əslində Rəbbinizə belə səslənirsiniz. Mən səni unutmadım, mənim ruhumun sənin işığına möhtacdır və o an Yaradan öz rəhmət nurunu o xatırlayan qəlbə endirir, onu qaranlıqdan aydınlığa çıxarır. Təkrarlanan bu gözəl sözlərin, yəni zikirlərin insanın daxilində necə bir işıq açdığını müasir elm də çox maraqlı bir şəkildə təsdiqləyir. Neyrobiologiya elmində neyroplastisiti adlanan bir anlayış var. Bu, beynimizin ömrümüz boyu dəyişmək və yeni yollar yaratmaq qabiliyyətidir. Biz davamlı olaraq narahatlıq, qorxu və şikayət dolu sözlər istifadə etdikdə beynimizdə qaranlıq, stresli və dumanlı yollar yaranır. İnsan zehni olaraq qaranlığa qərq olur, heç nəyə diqqət edə bilmir. Tibbdə buna beyin dumanı deyilir. Lakin alimlər müşahidə ediblər ki, bir insan mütəmadi olaraq müsbət, sülh və inam dolu sözləri, yəni zikirləri təkrar etdikdə beynin quruluşu dəyişir. Siz Yaradanın adlarını sakitliklə təkrar etdiyiniz zaman beynin qorxu mərkəzi yavaşıyır və diqqət mərkəzi güclənir. Beyninizdəki o duman çəkilir, yerini çox aydın, şəffaf bir diqqətə buraxır. Elm bu prosesə zehni aydınlanma və sükunət deyir. İslam isə buna nur adını verir. Zehninizin dumanı dağıldıqda içinizə dolan o aydınlıq hissi əslində zikrin açdığı o nur qapısının bioloji və mənəvi təzahürüdür. Zikrin qəlbimizə necə nur gətirdiyini anlamaq üçün İmam Əlinin əleyhissalamın insan qəlbinin təbiəti haqqında verdiyi o gözəl və sadə nəsihətə diqqət edək.
İmam Əli əleyhissalam buyurur, zikir ağılların nuru, ruhların həyatı və qəlblərin cilasıdır. Buradakı cila bənzətməsi çox dəyərli bir hikməti özündə daşıyır. Təsəvvür edin ki, qəlbiniz təmiz bir güzgüdür. Lakin zamanla dünyanın toz torpağı, günahlar, xırda incikliklər və mənasız təlaşlar o güzgünün üzərinə qonur. Güzgünün üzəri paslanır, ləkələnir və artıq günəşin işığını əks etdirə bilmir, nəticədə daxilimiz qaranlıqlaşır. İmam Əli əleyhissalam bizə öyrədir ki, Allahı anmaq o ləkələnmiş güzgünü silmək, cilalamaqdır. Siz zikr etdikcə, əstəğfirullah, yəni Allahım məni bağışla dedikcə, o güzgünün üzərindəki tozlar yavaş-yavaş təmizlənir. Güzgü təmizləndikdə isə o avtomatik olaraq ilahi rəhmətin nurunu özündə əks etdirməyə başlayır. Ruhdan nur qapısının açılması əslində qəlbin o ləkələrdən təmizlənib öz əsl parlaqlığına qovuşmasıdır. İçinizdəki o gözəl işığı görmək üçün yalnız üzərinə qonan tozu silməyiniz kifayətdir. Zikrin ən qaranlıq, ən dözülməz anlarda belə insanın daxilində necə güclü bir nur qapısı aça biləcəyini görmək üçün Bilal Həbəşinin radiyallahu anhunun o unudulmaz hekayəsinə baxaq. Məkkənin ən isti günlərində, qaynar qumların üzərində Bilal radiyallahu anhu kölə sahibi tərəfindən dəhşətli işgəncələrə məruz qalırdı. Onun sinəsinə qapqara, nəhəng və ağır bir qaya parçası qoyulmuşdu. Kənardan baxdıqda hər şey tam bir qaranlıq, tam bir ümidsizlik və əzab idi. Fiziki olaraq heç bir çıxış yolu yox idi. Lakin o ağır qayanın altında, qaranlıq əzabın mərkəzində Bilalın radiyallahu anhunun dodaqlarından zəif, amma kainatı aydınladacaq qədər güclü bir zikir eşidilirdi. Əhəd, əhəd, yəni Allah təkdir, təkdir. O bu zikri etdikcə daxilində elə böyük bir nur qapısı, elə nəhəng bir sükunət açılmışdı ki, sinəsindəki o ağır daş mənəvi olaraq bir quş tükü, bir yarpaq qədər yüngülləşmişdi. İşgəncə verənlər onun iradəsinin niyə qırılmadığını anlamırdılar. Halbuki Bilalın qəlbi o zikirlə bərabər artıq Məkkənin o isti qumlarında deyil, Yaradanın açdığı o işıqlı və sərin huzur otağındaydı. Bu hekayə bizə çox böyük bir həqiqəti xatırladır. Ətrafınızdakı qaranlıq və problemlər nə qədər daş kimi ağır olursa olsun, qəlbinizdən qopan səmimi bir zikir o qaranlığı yararaq ruhunuza nur və yüngüllük gətirməyə qadirdir. Bəzən insanlar zikr etməyə başlayanda dərhal böyük bir dəyişiklik, qəfil bir aydınlanma gözləyirlər və bir neçə gün sonra heç nə hiss etmədiklərini düşünüb həvəsdən düşürlər. Lakin mənəviyyatda nurun, yəni işığın açılması birdən-birə baş verən səs-küylü bir hadisə deyil. Bu, qaranlıq və çox böyük bir salonda şam yandırmağa bənzəyir. Siz əlhəmdülillah dedikdə bir kiçik şam yanır. Otaq dərhal tam işıqlanmır, lakin bir zərrə də olsa aydınlanır. İkinci gün bir şam da yanır. Siz bu gözəl kəlmələri təkrarladıqca, yəni davamlı olduqca, o kiçik işıqlar birləşir və günlərin birində içinizdəki o qaranlıq zalın tamamilə nura qərq olduğunu hiss edirsiniz. Suyun damlaması kimidir. Tək bir su damlası qayanı dələ bilməz. Lakin o damla illərlə eyni yerə, eyni ritmlə düşdükdə ən sərt qayanı belə yarıb keçir. Sizin də davamlı və səbirlə etdiyiniz o kiçik zikirlər zamanla qəlbinizi bağlayan o sərt qabıqları yaracaq və ruhunuzun ən dərinliyinə qədər o huzur işığını daşıyacaqdır. Önəmli olan çox etmək deyil, az da olsa səmimiyyətlə və davamlı olaraq o nur qapısını döyməkdir. İndi, harada əyləşmisinizsə, zəhmət olmasa fiziki bədəninizi tamamilə sərbəst buraxın. Gözlərinizi yavaşca qapayın. Çiyinlərinizdəki o dünyəvi yorğunluğu, qəlbinizdəki o sıxıntını, o qaranlığı yerə atın.
Yavaş-yavaş və dərindən nəfəs alın. Nəfəsinizi içinizə çəkərkən təsəvvür edin ki, ilahi bir nuru, təmiz bir aydınlığı içinizə dəvət edirsiniz. Nəfəsinizi yavaşca verərkən isə beyninizi yoran o düşüncələri, şikayətləri və ruhunuzun qaranlıqlarını sərbəst buraxıb bədəninizdən xaric edirsiniz. Ruhunuzun qapısı həmişə açıqdır. Sadəcə biz onu dünyanın toz torpağı ilə örtmüşük. Bilalın raziyallahu anhunun daşın altında necə nur tapdığını xatırlayın. Zikr sizi bu dünyadan qoparıb o dincəlmə limanına aparan bir gəmidir. Ruhunuzun dərinliyindən səmimi bir ümidlə Yaradanınıza bu səssiz duanı edin. İlahim, dünyanın qaranlığından, təşvişindən və qəlbimin yorğunluğundan sənin nuruna sığınıram. Mənim ruhumun pəncərələrini öz adının işığı ilə aç. Hər zikrimdə qəlbimi cilala, içimdəki o mənəvi dumanı dağıt. Mənə səni anmağın dincliyini və qəlbimə dolan o gözəl aydınlığı nəsib et. Hiss edirsinizmi? İçinizdəki o sıxıntı, o qapalı otaq hissi necə yavaş-yavaş dağılır. Çünki siz qəlbinizi mütləq nura tərəf çevirdiniz. Sinəniz indi təmiz, aydın və hüzurludur. Ruhunuz Allahı xatırlamağın ləzzəti ilə rahat bir nəfəs alır. Bu mənəvi oyanışınızı və qəlb rahatlığınızı təsdiqləmək üçün rəy bölməsinə keçib bu sadə cümləni yaza bilərsiniz. Qəlbimin qapısını nura açıram. Ruhum yalnız Yaradanı anmaqla aydınlıq tapır. Əgər bu mənəvi səyahətimiz içinizdəki o qaranlığı biraz da olsa dağıda bildisə, qəlbinizə bir nur damlası gətirdisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bizə dəstək olun. Gözəl hikmətlərin və mənəvi dincliyin paylaşıldığı bu kanalda sizinlə birlikdə addımlamaqdan məmnunuq. Qəlblərinizin hər zaman ilahi nurla aydınlanması, ruhunuzun isə daim Rəbbinin huzurunda dincəlməsi diləyi ilə. Sizləri işığı ilə bütün qaranlıqları yox edən Allaha əmanət edirəm.